Təsəvvür elə ki, biri ilə danışırsan, gülümsüyürsən və sonra eşidirsən ki, bu adam sənin haqqında onun məndən onsuz da xoşu gəlir, hətta keçən gün flört eləyirdik deyir. Bilmirəm başına gəlib yoxsa yox, amma bu insanlar arasında çox geniş yayılmış vəziyyətlərdən biridir. Bunu kimsə sənə qarşı da düşünə və hiss eləyə bilər və sən də kiməsə qarşı düşünüb hiss eləyə bilərsən. Təbii ki, başımıza gəlməyin istəmədiyimiz bir şeydir. Çünki reallıqda heç nə yoxdur, amma sən elə düşünürsən ki, nəsə var. Bu səbəbdən çox diqqətli olmalısan. Həqiqətən də baxmalısan. Qarşıdakı insan səndən həqiqətənmi flört eləyir, yoxsa bu sadəcə adi söhbətdir? Harda ki, siz ikiniz də sadəcə zövq alırsınız. Burada nəinki qarşı tərəfə, həmçinin özümüzə də diqqət eləməyimiz lazım olur. Yəni kifayət qədər sərhədimi qoyuramı? Qarşımdakı insan mənim onunla adi danışığımı bir flört kimi də qavraya bilər. Həm sərhədimizi qoyub, həm də qarşımızdakı insanı doğrudan da görməyə və anlamağa çalışmaq bu cür sosial situasiyalarda özümüzə və qarşımızdakına hörmət eləməyə və yaranacaq hər hansı qarışıq vəziyyətin qarşısını almağa kömək eləyir.